Sabahınız xeyir olsun. Bu günlərim ancaq balkonu təmizləməklə günüm keçir. Uca saat 3-ə qalıb. Geçək gün idi hər yer. İndi artıq oradan Hacı kənd tərəfdən hava qaralır. Gün də batdı, külək də başladı. Deyən indi yağış olmalıdır. Amma əsas odur ki, mən balkonu biraz da olsa təmizlədim. İndi kaçelini də təmizlədim ki, yerlənsinlər burada. Divanın üstünü yudum qoydum, qurusun. Bu plonkanın düzdür, buraları belə şey olub, amma divanın üstünə salırım ki, divan çox tozlanmasın. Divanı təmizlədim, plisostladım, tozunu təmizlədim ki, artıq yaya başlayaq da. Düzdür, yay havası olmasa da yenə də biraz da olsa başlayaq. Burada da uşaqlar gətiriblər, meyvə ki, yesinlər, qoyublar bura. Saraya da qol gödək geyindirdim şortiklə, bu günlərim geyindirdim. İndiyə kimi geyindirməmişdim. Nə bax, gəl indi məndən qaçır. İndi geyindirdim bu günlərim. İndiyə kimi geyindirməmişdim ona qol gödək, çünki hava elə də isti deyil idi. Amma bu günlərim çox qəşəng idi. Gün ortaya kimi, indi gün ortadan yenə dediyim kimi o tərəfdən görürsünüz necə, Hacı kənd tərəfdə oralar. Oradan qara buludlar gəlir. O tərəf məncə yağır oralara. İndi burada yağmalıdır. Amma yenə də şükür mən balkonu təmizlədim. Təmiz oldu biraz da olsa. Yəni uşaqlar çıxıb burada dura bilərlər də. Yoxsa toz idi. Qoymurdum uşaqlar dursunlar burada. Mən də gedim başqa işlərim var. Onları da görüm. 6 bazar onsuz da şəxsən mənim üçün, məncə mamaların hamısı üçün 6 bazar güya ki istirahət günü deyirlər, amma heç də istirahət günü deyil. Əksinə iş günüdür. Bütün gün işləyirəm. Amma işə gedəndə yenə bir işdə, bir otururuq, sakit. Amma belə evdə oldumsa vəsə. Sərdən axşama kimi işləyirəm. Bir tərəfdən də uşaqlar, mama bunu elə, mama onu elə. Ona görə heç də istirahət günləri deyil mənim üçün. Paltarları da dedim yığım, çünki görürsünüz, hər yer qaralır, təkcə o tərəf yox, hər yer artıq qaralır. Yəni, göyün gürültüsünün səsi də gəlir uzaqdan. Elə bilən biz tərəflərə də gələcəkdir. Görürsünüz necə qaraldı hər yer. Ona görə paltarları da yığım ki, birdən başım başqa işə qarışar, yağış yağar. Paltarlar qalar, nəm olar. Yəni, biraz eləcə buralar nəm qalıbdır, bu qatlanan yerləri şükür. Hava yaxşı keçdi deyə qurudular. Sara da mənim hər işimin içindədir. Hara nə inirəm, Sara mənim yanımda olmalıdır. Uşaqlar bura it gələn kimi ona çörək verirlər. Gətir bura. Haycan, gəl, yaxşı, gəl sən də, gəl, gəl. Otur. Koy yesin. Ye. Koy yesin onu. Koy yesin. Nasıl baba yesin? Не кидайте больше. Mama, nasıl? Mama. Ay Meliş, niye atmıyorsun sanki? Koy yesinler. Mama. Koy yesin tarsın. Mama. Yox. İndi çörək verdik deyə gəlib pilləkənin yanında oturubdu. Amma orada çörəklər qaldılar, onları yemədi. Sara tollama da, orada da çörəklər qalıb. Gərək onları düşüm götürüm oradan, qalmasınlar yerdə. Verməyin daha, yemir, istəmir, doydu. İndi bu gedəndən sonra gərək düşüm. Bu buradadır, qorxuram. Ki düşməyə. Bu geçsin, düşüm, gedim bu yerdəki çörəkləri də götürüm.
Ora yəqin ki ağacın dibinə qoyaram ki, başqa itlər gəlib Aşağıda. yeyərlər. Çıxdı getdi, indi düşün buranı süpürüm. Buranı yeni süpürmüşdüm əslində. Sara balaca çörəklər bura tökdü. Elə süpürüm burada qıraqda qoyum. Onsuz da buradan itlər keçirlər. Yəqin ki görüb yeyərlər. Yeməzlər də ki sonra götürərəm. Tamam, evə gedək. Hava tamam qaraldı. Hələ indi işıqlı düşür kamerada. Tamam, qapqara qaralıbdı hava. Biraz yağış yağdı, dayandı. İndi ona görə deyirəm uşaq gedək evə. Buraları divanın üstünə bunu atım, çünki pişik gəlir buralara, üstündə gəzir. Ona görə bunu qoyuruq üstünə ki buna dəyməsin, gəlməsin. Sara, al bunu evə apar. Gəl. Gəl, qapını açdım. Get evə, gəlirəm mən də. Get. Görsüz necə qaranlıqdır. Tamam, hava qaraldı. Və bu da günün sonu. Yağış kəsibdir, amma yenə də küləkdir, soyuqdur. Mən də getdim mağazinə, çörək bitmişdi, çörək aldım. Axşama yeyilsin. Bir dənə də belə cirolun təzəsini gördüm, bundan heç görməmişəm. Nə bilim, bəlkə də var, amma mən görməmişdim heç. İndi gördüm, dedim götürüm, görüm necədir. İnşallah ki yaxşı olar və sizinlə də sağollaşım. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.